Salam herkese millət, mən Fəxri Əsadov və yeni videomuza xoş gəldiniz. Müəllim bir dənə bunu tut, sən zəhmət. Bu günləri günlük vlog çəkirik. İndi baxacağıq. Material olsa bu videoya siz baxacaqsınız. Material olmasa bu videonu heç kim heç görməyəcək də. Belə deyim. Salam əleykum. Görmədiyimiz video. Aysa qalacaq arxivdə. Bir dənə var da elə. O gün çəkdiyimiz. Amma bu xatirə videosudur, başa düşdün? Və haçansa sən mənə biləm ki, göstərəcəksən. Deməli cavanlar, Kamran gəldi mənə götürdü. Kamranla geri hara? Hara? Nə bilim. Şakonun yanına, yoxsa Şakodur menyuda, yoxsa kimdir? Menyuda Şakodur. Bu nədir? Olu. Belə şey yox. Nəysə, çox göstərdim. Akşəhər. Amma Akşəhərdə danışır ha, normal moti. Bir dənə də dağlayıcı. Hə, geri Şəhriyarın yanına, Şəhriyarı cıkı videosundan. Buradan da Şəhriyar çox sağ ol. Əlin qolun var olsun. Allah qüvvət versin. Var olasan, sağ olasan. Sənlə olanda interesli sözlər olur Əlifə. Cıkı, zigi, zat belə sözlər. Nəsə sən gəlib mənim maşınıma qabağında oturanda nəsə temalar olur. Hər dəfə nəsə olur, hə. Sabah da ola bilsin nəsə olsun. Sabah olacaq, onu artıq sabah biləcəksiniz. O sabahın söhbətidir, amma sonra gecə. Hətta indi sabah deyirsən, dartırsan da belə, hə. Ala deyənsə, ala inaplanet. Hər yerdə də çəkilişlər baş verir. Geri Şəhriyarın yanına 166 qaraj, düz dedim də yox. Detailing. Ala yenəsə alınmadı. Deməli, geri Şəhriyarın yanına 166 detailingə, düz dedim. Bəli. Geri niyə gedirik? Çünki orada nəsə var. Orada var, bəli. Orada cıkı var. Siz cıkını tanıyırsınız. Bu amma başqa cıkıdır. Artıq gedək yanında. Amma qoy biraz belə gedib çatana kimi şey verək də, biraz görüntü verək. New cıkı. Təzə cıkı, ay sağ ol. Və yenə Sovet maşınıdır. Probegi nə qədərdir? 7700 oldu. 7700 only 7700 kilometrdə bir Sovet avtomobilidir. Geri onun yanına. Niyə Şəhriyarın yanındadır bu? Təmizlik işləri gedir. Qəşəng polirovka zat hamısı total. Polirovka, bütün təmizlik zatda neçə vaxt qalıbmış. Ay sağ ol. Hoşum, belə. Gələk Şəhriyarın yanına, orada maşını da sizə göstərəcəm. Oradan da harasa biz getməliyik. Nəsə bugün alış-veriş gözlənilir. Bəli, oradan da biz yüngül alış-verişə gedəcəyik. Görək. Videomuzu bəyənin, biz başladıq. Gəlib çıxdıq Şəhriyarın yanına. Keyradır. Ha, açar da üstündədir ya, sırazım. Əsas məsələ TikTok'da gördüyünüz 06. Şəhriyarın yanındayıq. İndi burada işlər var. Bütün açarı da çox görüntü vermirəm açığı. No, istəyirsinizsə reis hissəsində yazın ki, qaqa bunu da incələ, buna da bax. Amma belə yüngül varissə bir dənə probeg göstərə bilərəm. Görünür. 7704 kilometr. Yəni 3 quruqzat fırlanıb eləməyib, ölkəyə təzə gəlib. Ətraflı danışarıq. Yəni halı vəziyyət belə. Salafan 06 necə deyərlər. Heç nəyə dəyişilmir ha, təmizləyəcəm. Biləs, hamı yazmasın sonra. Heç nə təmizlik, ancaq təmizlik işləri. Beskraskadır bu. Bez detal. Yəni bildiyimiz salafan maşında. Hoşum. Reis hissəsində yazın. Normal rey gəlsə çəkəcək. Belə yoxsa, maraq yoxsa nəyə çəkirik? Hər adam da bacarmır da bunu təmizləsin. Qəşəng Şəhriyara da Türkadan verir. Türkadan iş başında tutur ha. Bax fikir ver. Şəhriyar özü heç bamperi belə açmır ki, qoy zavod hissiyatı heç nəyi korlanıb eləməsin və qılıqlar açılıb, yüngül təmizliyi gedir. Vəziyyət də belə. Bu benim də birinci sloyundayım. 3 sloy olacaq. Onun da sloy olur. Belə cavanlar. İncə toxunuşlar, fikir verirsiniz. Bizdə bu reşotka tapılmır. Ona görə də var belə şotka ilə bütün dövdəki hamısı təmizlənir. Yağını götürün. Əsas yağdır, hə? Tamam. Sıcaqla ya. Elə.
İndi uşaqlar, növbəti stansiya dayanacaq haradır bilmirəm. Elə birlikdə də gedə görə Kamran bizi hara aparır. Necə yəni neyniyim? Nə alım da, neyini? Bax uşaqlar, bu bu da gliserinlidir nədir? Zavod bax təkəridir. Gözü biraz belə fırlayım, gün düşsün üzünə. İya 170. Aysa, bax bu İA 170 təkərdir. 165 82 13. Onu görüm çəkə biləcəm. Aysa. İndi bundan bizə 4 dənə lazımdır. Çünki üstündəki zimli təkərdir. Nədir? Belə bir söhbətdir. Zavodda burada çox ətdir də, gombuldur. Kamran da nə idi? Sağ ol, sağ ol. Mi 16. Mi 16 təkər var. Mən də deyirəm alma. İA 170 tapaq. Yox, İA 170 nə dedilərsə? Yoxdur. Deyir, Yokohama deyir daha rahat taparsan. Yoxsa da qardaş. Mi 16. Yokohamada bilsən ki, o da yaxşı da mi, ondan mi də mi. Niyə də mi ancaq mi. Ramin bizi bağışlasın. Tapa bilmirik qardaş. Amma kimdəsə İA 170 varsa, o Şəhriyar da çıxa bilərsə, kimdəsə varsa 170 desin 4 dənə, 5 dənə də olar. 10 dənə də olar. 10 dənə də At olar. qaraşa. Allah hə. Prosto da indi qiyməti də kosmik yox da. Xəbər edin. Gəldik, çıxdıq təkər dalıca. Kamran məni çox belə maraqlı bir yerə gətirib. Kamran özü də düzdür. İkinci səfərdə bir dəfə də şey üçün gəlmişdim. Çoxdan gəlmişdim. İndi qardaşın yüngülvari bir anbarı var. Köhnədən qalan detallar var. Hansı ki, belə də əl-əlgəz tapa bilməzsən. İstəyirəm elə gəlmişkən qardaşdan da icazəsini aldıq. Yüngülvari sizə də göstərim. Hə, bir də oradakı şeylərdir, hə. Uşaqlar baxın, bax. Mercedes-in kalpakı. Yarım zapı. Fiber zat deyil, elə bilərsiniz, fiber. Bu da zapıdır da, köhnə zapı. Bu, hə, bagajı. Bu standart zapı. Başqa nə var Kamran? Sən görürsən. O, gözdə ora ehtiyatla bir dənə. Hə, buradan oxşuyur. Mən görüm. O, Teymur. Hoppa, şöp. Yerləşdim. Baxın uşaqlar, ruçkalar, nə bilim, emblemlər, düzdür. Bəzi şeylər heç mən də bilmirəm nədir. Amma ondan bizdə var idi. Hə. Bu Volgan priborudur belə. Ay sağ ol. Orada da var. SL görmürəm o Kamran, S-lərdir. 1200, 1200 S-dir. Amma şey, Bu nədir? Ha, bu da pribordur. Burada belə stoklar var, bunlara var. Açarlar falan, nə bilim, köhnə ruçkalar. Əmisinin pəri. Zapının kalpakları var. Bunlar da çox güman, onda zapınındır. Zapının 5-ləri, tısbağa zapınındır çox güman ki. Apteçkaya kim var da uşaqlar. Orada rul var, faralardır. Ha, Moskviçin iştidir ha bu. Bu da Moskviçdir. Özdə şeydir ya Kamran. Magnitofon şeydir belə. Götür apar. Dənizə apar. Ay sağ götür apar. Düzdür, biraz qaranlıqdır. Ay sağ. Salamat şitdə, yəni başa düşdün. Bu bütün 412-dir. Ha bu sideniyalar da 410. Aboykadır, Ha, apşifkası falan. Onu göstərim. Nətərsə. Qırıb tökməyək. Bunlar da Moskviçin Bakıdır onda belə çıxıb. Nədir? Hə, tısbağa şey zapının. Ha, bu da onun krıloları. Bunları tüm məndən ayrıca daşıyır. Nədir bu? Nədir? Aplotkadır. Bunu çıxar. Ha, bu rulun, həmin o rulun, düzdürmü? O rul yoxdur, da satmışam. Ha, ona da eləmək olur da məndən. Ha, bu çixol apletka. Şey oldu retro, hə, ondan da. Onu da göstərim. Burada belə bir ruldur. Xrom çərçivələrdir. Başqa nə, bundan deyirdim. Yadımda bizdə Jigul'də var idi o vaxtı. Təkərin havasına bundan baxırdıq.
Belə də qəşəng səliqəli pribordur. Aa, buna bax. Belki məndən başqa kim Bu da qəşəngdir. o qədər qabaq kırmızı. Güllü müllü. 8-dən də o təzə. Başımızda onu qoyun belə. Dursa yaxşı olar. Ay sağ ol. Belə uşaqlar. Yəni Spahan qırılır. onu göstərdim onu. Yəni uşaqlar, qardaşlar, maşallah çalan belə antikvar növeşlər var. Bizdə də gəlmişkən dedik qoy göstərir. Hə, onları göstərdim. Hə, mən bu 24-ə vurmaram da. Bu elə Mercedesdir də bu. Yalandan o 24-ə eləməyin adı yoxdur. Qəşəngdir maşallah. Normal balığı Passat ilə qoyanda təkərlə. Biraz da daha qəşəng. Amma Mercedes-ə də Volga eləmə də, xahiş edirəm. Hə. Özünki. Belə uşaqlar, biz niyə gəlmişik? Hə, bax indi o təkərləri də sizə indilərdə göstərəcəm. Və beləliklə uşaqlar, bu da bizim sarı 06-mızın təzə təkərləri. Nə AI idi, AI idi, nə AI 170. Mi 16. Yo. Axtardığım IA 170 təbii ki tapa bilmirik. Ona görə də bu da düzdür tapılmır. İndi tapmışıq deyə naşükürlük eləmək istəmirik. Mi 16 təkərlər xeyirli olsun inşallah. Bu da aha başladı. Bu da gəlib. Yaxşı. Və burada başqa təkərlər də var. Düzdür, mənim çox başım çıxmır. Volqanın falan da var. Bu BL85 bax belə şeylər də var qardaşlar. İndi suallar gələ bilər ki, qardaşı biz hardan tapa bilərik? Yüngül belə axtarışla elə bu adları yazsaz, təkərin adını falan yazsaz, rahatlıqla tapa biləcəksiniz həmin o saytlarda. Sözüm onda yox. Təkərləri götürək. Hə, gedək də. Gedək prosta çöldə bir dənə təkəri göstərərik də. Bura biraz çomludur. Belə də bu cürbəcürə təkərlər var. Zapın diskləri də var. Belə. Bilmirəm indi bu video nə dərəcədə uzun olacaq, amma bu günləri nə yaşadıq, nə etdik, hamısını çalışdım, çəkim, sizə göstərim. Kamran da gətirir. Gətir baxaq bir. Düz eləyirsən. Düz eləyirsən. Nə şıplar işdə. Qəşəng. Belə bir təkər. Bilməm necə görünəcək. Mi 16 məncə görünür də, maksimum çəkirəm. 40 ilin təkəridir də uşaqlar, amma gördüyünüz kimi təzə, sıfır. Tüklərin falan da göstərim. Hoş, belə də Kamran mənə də dəli eləyib. Bayaqdan təkərin bığlarını çəkib sizə göstərdim. Belə təkərləri yükləyək, çıxaq yola. Yəqin ki, sonra da dağılışacağıq. Ona görə də məncə videomuz da elə burada bağlanacaq. Beləncə davam.